Uşaqlarda bağırsaq burulması, bağırsaq dolaşması dediyimiz hal, bunlar nədən yaranır və özü necə biruzə verir? Ümumiyyətlə, bağırsaq dolaşması, bağırsağın öz ox ətrafında fırlanmasıdır. Bəzən bağırsağın iç-içə girməsini də deyirlər, hansı ki, invacansiya deyirlər. Və bağırsaq burulması perikurutdur. Necə deyirlər, bağırsağın öz rotasiyasının çevrilməsidir. Bu, anadan gəlmə də ola bilir, mal rotasiya və yaxud sonradan hansısa bir travmatik və yaxud hiperaktivlik nəticəsində və yaxud hansısa bir tullanma nəticəsində və yaxud hansısa bir qidaların qəbulundan sonra baş verə bilir ki, bir yerdə qida yığılar, ağır verir, bağırsaq çevrilə bilir. İkinci növbədə bağırsaq divarının içərisində mezenterik dediyimiz yerdə bir defekt olur, hansı ki, qrıja yaranır. Mezenterial qrıja və həmin hissədən bağırsaq keçərək burula bilir. Özünü necə biruzə verir? Keçməməzlik kimi. Uşaqlarda ürək bulanma, qusma, ağrılar, qarında köp, nəcis və qaz ifrazının olmaması. Nə etmək lazımdır? İlk öncə həkimə müraciət etmək lazımdır, uşaq cərrahına rentgen çəkmək lazımdır. Əgər keçməməzlik varsa, dinamik idisə, konservativ, əgər yox, tam operasyon tutulubsa və daha ağır bir hallardırsa, uşaqda avazıma və digər bir problemlər varsa və dayanmadan qusma varsa, mütləq cərrahi olaraq aradan qaldırılmalıdır. Təşəkkür edirik.